Allah'ın salamı olsun bağı bahçesi olan aziz izleyicilerime. Aziz izleyicilerim, bugün oktyabr ayının 22'sidir. Ben bu təneyi göstermekte məqsədim odur ki, bunu ben YouTube'da bir iki defa bu təneyi göstermişim. Bu məqsədim odur ki, bir daha size gösterim. Ben bunu Vinograd Azərbaycan saytında olan Elsever kardeşimden almıştım, getirmiştim. Onun telefon nömrəsini də mən qeyd eləmişdim. Burada onun adı da yazılıb. Bu sortun adı dəqiq oxuya bilmirəm deyən Berqa yazılıb deyəsən. Bu da Berqa. Deməli bunu avqust ayında bu tənəyin ucunu vurdum ki, qida maddələri tənəyin uzanmasına sərf olunmasın və o geri qayıtsın. Tənək özü güc toplasın gələcək məhsul üçün. Məqsədim bugün sizə bu üzüm salxımı gösterməkdir. Niyə? Deməli, avqust ayında mən uc vurandan sonra bir neçə çiçək qrupu əmələ gəldi. Bu ağacda mən bu çiçək qruplarını qopartdım, nümunə üçün birini saxladım. Kaşki hamısını saxlayaydım, çünki artıq bu tənəyi hiss olunur ki, gücü çatır. Bu tənəyi oktyabrın 22'si olduğuna baxmayaraq, bu kişmiş sortudur, qəşəng özdə normal sortdur. Bu əzilmələr ki var burada, bu əzilmələr, bunlar bu divara dəyib deyən bizim dənələri, üzüm gilələri müəyyən qədər əzilmələr əmələ gəlib bu gilələrdə. Deməyim odur ki, oktyabr ayının 22'sində deməli, tənəkdə üzüm yetişə bilir. Mənim deməyim sizə bu qədərdir. Sağ olun, gələn görüşdə qədər sizə də arzu edirəm ki, bağınızda, bağçanızda barlı, bərəkətli olsun. Sağ olun.